Sizlərə əsl qəbul və buraxılış formatında test təqdim eləmişdim. İndi həmin testin izahını verəcəm. Testdə deyilir ki, nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən eləyin. Yalnız bir cümlə üçün doğrudur, hər iki cümlə üçün doğrudur. Əvvəla cümlələri sintaktik təhlil eləyək. Qocalı əldən düşdüyü üçün ev işlərini özü edə bilmirdi. Edə bilmirdi kim? Özü. Nə səbəbə? Qocalı əldən düşdüyü üçün nəyi edə bilmirdi? Ev işlərini. Fərid sirrin üstünü açmaq üçün hər yola əl atacağını bildirdi. Bildirdi kim? Fərid. Nəyi bildirdi? Sirrin üstünü açmaq üçün hər yola əl atacağını. Birinci distraktorda deyilir ki, bütün cümlə üzvləri söz birləşməsinin ifadə olunmuşdur. Hər iki cümlə üçün yanlış fikirdir. Çünki birinci cümləmdə özü, ikinci cümləmdə isə Fərid müstəqil cümlə üzvüdür. Yəni, bir olan variantları biz dərhal çıxmalıyıq. İsmi birləşmə ilə ifadə olunmuş cümlə üzvü yer almışdır. Bu, yalnız birinci cümləm üçün doğru fikirdir. Çünki mənim ikinci cümləmdə ismi birləşmə ilə ifadə olunmuş hər hansı bir cümlə üzvüm yoxdur. Deməli, mən 2-ni götürəcəm. 3. Xəbər şəxsə və zamana görə dəyişən düzəltmə feillə ifadə olunmuşdur. Diqqət yetiririk düzəltmə sözünə. Birinci cümləmin xəbəri mürəkkəb feillə ifadə olunub, ikinci cümləmin xəbəri isə düzəltmə feillə ifadə olunub. Deməli, yalnız bir cümlə üçün doğru fikirdir. 3-ü götürəcəm. Hər iki cümlə üçün doğrudur deyilir. Sadə sözlə ifadə olunmuş cümlə üzvü sintaktik əlaqədə əsas tərəfdir. Birinci cümləmdə sadə sözlə ifadə olunmuş cümlə üzvüm özü sözüdür, cümlənin mübtədasıdır. İkinci cümləmdə isə Fərid sözüdür, o da cümlənin mübtədasıdır. Və biz bilirik ki, mübtəda sintaktik əlaqələrdə yalnız və yalnız əsas tərəfdir. Deməli, hər iki cümlə üçün doğru fikirdir. Əsas tərəfi frazeoloji birləşmə ilə ifadə olunmuş söz birləşməsi səbəb zərfliyinin ifadə vasitəsidir. Birinci cümləndə mən əldən düşmək frazeoloji birləşməsini görürəm. Bu, qocalıb əldən düşdüyü üçün deməli birləşməsində əsas tərəfdir və mənim bu qoşmalı söz birləşməm cümlənin səbəb zərfliyidir. Deməli, birinci cümlə üçün doğru fikirdir. Ancaq mənim ikinci cümləmdə frazeoloji birləşmə olsa da, yəni üstünü açmaq, əl atmaq, bunlar cümlənin səbəb zərfliyi deyirlər. Yalnız bir cümlə üçün doğru fikir olduğuna görə mən 5-i götürməyəcəm. Qoşmalı söz birləşməsindən ifadə olunmuş cümlə üzvü təsirlənən feili izah edir. Qoşmalı söz birləşməsindən ifadə olunmuş cümlə üzvün birinci cümlədədir və bu cümlənin təsirlənən feillə ifadə olunmuş xəbərini izah edir. Deməli, birinci cümlə üçün doğrudur. Ancaq ikinci cümlədə qoşmalı söz birləşməsindən ifadə olunmuş hər hansı bir cümlə üzvüm yoxdur. Burada tərkib daxilində tərkib var və mənim qoşmalı söz birləşməm tərkibin daxilində tərkib olaraq cümlənin tamamlığıdır. Yəni, altını mən yalnız bir cümlə üçün doğru hesab eləyəcəm. Belə olduğu halda testimin doğru cavabı olacaq 2, 3 və 4, yəni B variantı.